Qarabağda mövsümünə uyğun olan heyva və üzüm yarpağından ocaqda çox dadlı dolma hazırladım. Bizim ən sevdiyimiz dolma növü heyva yarpağından hazırlanandır. Qışda bişirmək üçün də heyva yarpağının bağlamasını edirik. Hadrutda heyva yeni yarpaqlayıb, biraz da Beyləqandan gətirdiyim üzüm və heyva yarpağını qarışdırıb, qoyun ətindən ocaqda çox dadlı dolma hazırladım. Dadını nə siz soruşun, nə də mən deyim. Bu yerlərdə hazırlanan yeməklər bu qədərmi dadlı olar? Maraqlıdır, öz yurdumuzdur deyə bu qədər dadlı olur, yoxsa Qarabağda bişən hər bir yemək hər zaman belə dadlı olur? İnsan bu yerlərdə yemək hazırlayarkən belə hüzur tapır. Bəs siz necə heyva yarpağından dolma yemisiniz? Bunu da qeyd edim, Qarabağın milli yeməklərini, süd məhsullarını, həmçinin şirniyyatlarını yaxın zamanda sizlər üçün satışa çıxaracağıq. Həmin məhsulları əldə edə biləcəyiniz səhifəni aşağıdan qeyd edirəm. Həmin səhifəni izləməyi unutmayın. Yaz gəlir, günü-gündən hadrut daha da gözəlləşir. Artıq əkdiyimiz kartoflar böyüyüb, indi isə başlayırıq tərəvəz əkməyə. Tərəvəz toxumlarını necə əkdiyimiz sizlərə də maraqlıdırsa, bu videomuzu bəyənib səhifəmizi izləməyi unutmayın ki, bundan sonraki videoları qaçırmayasınız. Belə yarpaq dolmasını ilk dəfə yeyirdim. Ağızda əriyən, çox yadda qalan bir dadı var.